Ştillərin istixanada yetişdirilməsinin əsas məqsədi bitkiləri ilkin və ən əsas inkişaf mərhələsində qorumaqdır. İstixana daxilində yaradılan sabit temperatur, optimal rütubət və kifayət qədər işıq toxumların tez və sağlam cücərməsinə şərait yaradır. Bu isə açıq sahədə daha güclü və davamlı bitkilərin yetişməsinə zəmin yaradır. İstixana mütəmadi havalandırılır ki, artıq rütubət və xəstəlik riski yaranmasın. Ailə fermer təsərrüfatı ilə, ailə işçi təsərrüfatı ilə məşğulam. Pomidor, qarpız, qovundan hər il əkirəm, pencərçiliyi ilə məşğulam. Bu ildə 1 hektar badımcan əkindən istilikxanada ştil əkmişəm. Yanvar ayından biz ştil əkməyə başlayırıq. İstixana mütəmadi havalandırılır ki, artıq rütubət və xəstəlik riski yaranmasın. Ştillər böyüdükcə onların suvarılması, gübrələnməsi və temperaturun tənzimlənməsi davam etdirilir. Açıq sahəyə köçürülməzdən əvvəl isə bitkilər tədricən xarici şəraitə uyğunlaşdırılır. Becərilir. Və ştillər müəyyən inkişaf səviyyəsinə çatdıqdan sonra hava şəraitləri nəzərə alınaraq onların açıq sahəyə köçürülməsi prosesi həyata keçirilir. Fermerlər bildirirlər ki, Muxtar Respublikanın iqliminə uyğun olaraq ştillərin açıq sahəyə köçürülməsi əsasən aprel ayının 10-undan sonra həyata keçirilməsi məqsədə uyğundur. Bu zaman torpağın temperaturu və şaxta riski nəzərə alınmalıdır. Sağlam yetişdirilmiş ştillər bu mərhələdə tez uyğunlaşır və inkişafını davam etdirir. Bu üsul fermerlərə iqlim şəraitindən asılılığı azaltmağa, məhsulu daha tez və keyfiyyətli əldə etməyə imkan verir. Nəticədə həm iqtisadi qazanc artır, həm də davamlı aqrar istehsal təmin olunur. Sahil Əliyev, xanım Rüstəmzadə, Rəşad Hüseynov, NTV Xəbər.